Bu son illərdə mən şəhid tədbirlərində iştirak etmirəm. Şəhid anaları, şəhid atalarına çox ifadən danışıram. Zaten şəhid övladlarımız gözəl məkanlar, gözəl yerlərdən. Amma istərdim elə şəhid atalarına biraz üzünü tutun, onlara bir çəkərməliyim. 22 yaş var şəhidi. Mənəvi hüzura, aramlığa ehtiyacları var. Onlarla görüşlərdə daimini görmüşəm. Onların dərdləşəndə də mövzularda daha çox görüşürlər. Bir məsələ var dinimizdə, o Quran-ı Kərimin ayəsidir. İnsanın aramlığından söhbət gedir ki, insan necə edə bilər ki, çətinliklərin içərisində də hüzurla yaşaya bilsin. Bu dinimizin mövzularından biridir. Necə edək ki, da belə, o çətin situasiyalarda belə o vaziyətimizi itirməyək, ruhu, aramlığımız əldən getməsin. Bunun üçün nə etməliyik? Quran-ı Kərim bir konsepsiya təqdim edir və buyurur ki, 2 şərt var, o 2 şərti icra eləsən, səni şəxsən özüm aram edir. O da nədir? Buyurur, ayəni deyirəm, elə orijinaldan deyirəm ki, daha çox təravətli olsun ki, bizim tədbirimiz. Quran-ı Kərim buyurur, ya